Şamacad, Azerbaycan, piano, first place. 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən World Talent Award beynəlxalq müsabiqəsində piano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb. Yeniyetmə musiqiçi Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin 6-cı sinifində təhsil alır. İlk dəfə qatıldığı böyük yarışda birincilik əldə edən Ayan Əhmədzadə təəssüratlarını Baku TV ilə bölüşüb. Musiqiyə başlayanda çox düşünmürdüm ki, bu qədər çoxlu nailiyyətlərim olar, bu qədər uğurlarım olar. Amma görürəm ki, bu sahədə çox böyük bir yetənəyim var və burada davam eləmək istəyirəm. Amma uşaqlıqdan, yəni piano oyuncaqlarında başlayırdım ifa eləməyə, çalmağa. Oradan da məndə maraq artıb və istəmişəm ki, bu sahə üzrə gedim. Hər halda musiqi çalmaq istəyirəm. Həm çalmaq, həm oxumaq, ikisi birlikdə. Piano və vokal ola bilər. Əlbəttə ki, çox böyük səhnələrdə çıxış eləmək istəyirəm. Amma hər halda xarici və çox belə məşhur pianistlərin, kompozitorların, bəstəkarların olduğu səhnələrdə çıxış etmək istəyirəm. Çox yaxşı jürilərin olduğu səhnələrdə özümü onlara göstərib və onların fikirlərini öyrənmək istəyirəm. Bu uğurum sayəsində Londonda da getdim, gördüm oraları. Vətənimi belə qürurlandırmaq, təmsil etmək və gözəl bir yerə layiq olmaq məncə çox gözəl bir hissdir. Qeyd edək ki, Ayan Əhmədzadə Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir. O bundan əvvəl də beynəlxalq müsabiqələrin qalibi olub.